Yarıçılpaq çıxırlar, bir qarış yuxarıdan, bir qarış aşağıdan, üzr istəyirəm tamaşaçılardan. Bunun yiyəsi yoxdur, anladıq. Bunun əxlaqı yoxdur, bunu da anladıq. Bəs yaxşı, bunu efirə çıxardanların da əxlaqı yoxdur, onu da haradasa anlamaq olar. Bəs bu telekanalın yiyəsi yoxdur, bunun ailəsi yoxdur, bunun uşağı yoxdur. Bunlar görmürlər cəmiyyət nə gündədir. İnanın, əziz tamaşaçılar, tələbələr, əvvəllər 4-cü kursda geyinənlər, yəni o bir qarış paltarla gələnlər, indi artıq 1-ci kurslar, bizi faciə gözləyir, biz hara gedirik? Bu uşaqlar qanmırlar, deyəndə də deyirlər ki, ay müəllim, filan kəslər çıxır, hər şeyləri var. Bu ölkə baboşların, nə bilim mən, nuruşların, bubuşların ailə məkanı deyil axı. Bu ölkə zavurların, xoşqədəmlərin, toliklərin, nə bilim mən, culiklərin, bunun məkanı deyil axı. Bu ölkə ziyalı bir ölkədir. Bu ölkənin xalqı əxlaqlı, tərbiyəli, kifayət qədər bizdə bu Azərbaycan xalqını yüksək səviyyədə təmsil edənlər var. Mənim müraciətim cənab prezidentədir, hörmətli Mehriban xanımadır. İnanın cənab prezident, Mehriban xanım, sizə informasiya çatdırılmır. Azərbaycan telekanalları yaman gündədir, faciədir, bizi böyük faciələr gözləyir. Biz evdə artıq televizor aça bilmirik. Mən üzümü tuturam Milli Məclisə, xahiş eləyirəm, dönə-dönə sizə yalvarıram. Bu TikTok'u bağlayın Azərbaycanda.